Trumpın elan elədiyi tarix müharibələrinin əsas nəticəsi nədir? Bütün dünya əhalisi üçün qiymət artımı. Bəli. Trumpın elan elədiyi tariflər nəticəsində istehlakçıların yükü artacaq. Necə deyirlər, onların xərcləri artacaq. Elə Amerika daxilində də. Orta və uzun vadədə təbii ki, əsas planın tərkib hissəsi ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarına daha çox istehsal daşınsın, istehsal Amerikada lokallaşsın və nəticə etibarilə Amerika iqtisadiyyatında yeni bir yüksəliş yaşansın. Amma indiki dövrdə qısa vadədə təbii ki, tariflərin artımı qiymətlərin də, inflyasiyanın da yüksəlməsinə səbəb olacaq. Amma Amerika Birləşmiş Ştatları digər ölkələrdən fərqli olaraq bunu amortizasiya etməyin yollarını da daha asanlıqla tapa bilər. Söhbət ondan gedir ki, tariflərin artması, ümumiyyətlə dünyada yeni bir iqtisadi konfigurasiyanın yaranması, Amerika Birləşmiş Ştatlarında neft və qaz hasilatının artmasına doğru atılan addımlar, bütün bunlar enerji daşıyıcılarının maliyyətini, qiymətini, mayə dəyərini aşağı çəkir və onların satış qiymətlərini ucuzlaşdırır. Elə gördük ki, neft 73 dollardan 65 dollara qədər ucuzlaşdı. Və nəticə etibarilə artan inflyasiyanın əhaliyə daha az təsir etməsi üçün Amerika daha çox alətə malikdir ki, bunu yumşaltsın. Məsələn, neftin qiymətinin düşməsi benzinin qiymətini düşəcək. Amerika avtomobil ölkəsidir, əhalinin məmnuniyyətinə səbəb olacaq və bu daşınma xərclərini azaldacaq və mayə dəyərini aşağı çəkəcək mal və xidmətlərin. Bunun da təsiri olacaq. Ən azı inflyasiyanın 0,8-0,9% ümumi inflyasiyanın aşağı çəkilməsində yanacaq qiymətlərinin rolu böyükdür. Bundan başqa elektrik enerjisi və təbii qazın qiymətlərinin də ucuzlaşması gözlənilir, ən azından Amerika daxilində. Nəticə etibarilə bu da istehsalı stimullaşdıracaq, istehsal daha sərfəli hala gələcək. Günü bugün, məsələn, Amerika Birləşmiş Ştatları zavodları, yəni istehsal sahələri elektrik enerjisini və təbii qazı, məsələn, Avropa ölkələrindən ən azı 2 dəfə, 2,5 dəfə ucuz alırlar. Bu da bir stimul yaradacaq. Növbəti addımlardan biri, təbii ki, istehlakın azalması nəticəsində, əgər mal və xidmətlər müəyyən dərəcədə bahalaşacaqsa və qiymət artımı olacaqsa, istehlak azalacaq. İstehlakın azalması bir müddətdən sonra qiymətlərə də təsir göstərəcək, qiymətlərin də tənzimlənməsi və aşağı düşməsi müşahidə oluna bilər. Yəni, bu nöqteyi nəzərdən daha qəliz iqtisadi modeli olan ölkələr kifayət qədər bu məsələlərə tez adaptasiya oluna bilər. Və nəticə etibarilə bu dünyada yeni bir iqtisadi konfigurasiyanın, yeni bir iqtisadi münasibətlərin yaranmasına da səbəb ola bilər. İndi gələk Azərbaycana. Azərbaycanın primitiv iqtisadi modeli var. Bizə təsir edən əsas amil enerji daşıyıcılarının qiymətidir. Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatında yeni dalğalar, yeni problemlər yaradacaq. Düzdür, hələlik o qədər də təhlükəli bir vəziyyət yoxdur. Azərbaycan neftinin qiyməti ortalama götürüləndə məntiqli olur. Yəni, dünən 65 dollara düşübsə, bu demək deyil ki, artıq hansısa bir ciddi siqnallar var. Ortalama qiymət ilin əvvəlindən bəri 75 dollardan da yüksəkdir Azərbaycan neftinin qiyməti. Ona qədər də hələlik komfortlu zonadadır. Amma orta vadəli bir proqram baxsaq və dünyanın mənzərəsini görə bilsək, neftin qiymətlərində uzun müddətli enmələr və uzun müddət enmiş qiymətlərin bazarda qalması mümkündür. Hətta OPEC Plus anlaşmasına daxil olan ölkələr belə hasilatı artırmaqla bağlı qərar verdilər. Bu tarif qərarı ilə üst-üstə düşdü deyə neft qiymətləri bu qədər aşağı düşdü. OPEC Plus ölkələri gündəlik hasilatı ümumilikdə 450 min barilə yaxın artırmağı planlaşdırırlar may ayında. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatında əgər məsələn yarım illik qiymətlər hələ də 70 dollar civarında olacaqsa, indiki qiymətləri baxsaq və ilin əvvəlindəki qiymətlərin yüksək olduğunu düşünsək, ilin ikinci yarısında artıq büdcə parametrlərində qoyduğumuz 70 dollarlıq qiymətin altına düşə bilər və uzun müddət belə qalsa, məsələn 1 il, 2 il, 3 il belə qalsa, hətta 60 dollardan da aşağı 50 dollar civarında neftin qiymətinin sabitləşməsi çox böyük ehtimaldır. O zaman Azərbaycan iqtisadiyyatında problemlər yaşanacaq. Yəni, Azərbaycan hökuməti bunu anlamalıdır. Yəni, oturub fəlakətin və yaxud da problemlərin gəlməsini gözləmədən hərəkətə keçməlidir ki, Azərbaycanda normal bir iqtisadi mühit yaransın. İnsan doğrudan da çox belə pisinə gəlir ki, Orta Asiya respublikalarına belə
Gürcüstana belə xarici investorlar Azərbaycandan daha çox gəlir. Xarici investorlar maraq göstərirlər. Halbuki Azərbaycanın kifayət qədər böyük potensialı var, logistik potensialı var, coğrafi potensialı var, əhali üstünlüyü var. Yəni gənc toplumuq, əməksevərik, işləmək istəyirik. Amma investor yoxdur. Xarici investor gəlmir Azərbaycana. Və bu xarici investor gəlmirsə, istehsal sahələri yarada bilmiriksə, neftdən asıllığımız bu qədər acınacaqlı səviyyədədirsə, bunu nə vaxta qədər uzadacaqlar? Hələlik Azərbaycanın, belə deyək də, təhlükəsizlik yastığı var. Neft fondunun ehtiyatları var. Amma xərclərimiz də artır axı. Biz Allaha min şükür işğaldan torpaqlarımızı azad eləmişik. Suverenliyimizi bərpa eləmişik. Həmin Qarabağın bərpasına indiyənə qədər artıq 24 milyard manat xərclənib. Bundan sonra ən az bir 60-70 milyard manat lazım olacaq. Yəni bu vəsait xərclərin artımını göstərir. Yəni xərclər də artacaq. Gəlirlərimiz azalsa, xərclərimiz artsa, biz bunu nə ilə amortizasiya eləyəcəyik, nə ilə kompensasiya eləyəcəyik? Hökumət bu haqda düşünürmü? Təəssüf ki, mən bunun işarələrini görmürəm. Sanki bir komfort zonasındadılar. Hələ də düşünürlər ki, bu müvəqqətidir və müvəqqəti olduğuna görə də öhdəsindən gələ bilərlər. Hətta 2008-2009-cu il böhranları, 14-15-ci il böhranları yenə dərs olmadı. O vaxtda bir kampaniya xatirinə müəyyən addımlar atıldı, sonra hər şey yaddan çıxdı. Azərbaycan iqtisadiyyatının ən zəif nöqtəsi ədalətsiz, rəqabətsiz mühitdir. Ən zəif nöqtəsi azad məhkəmələrin olmamasıdır. Ən zəif nöqtəsi dövlətin iqtisadiyyata bu qədər hakim olması, bu qədər müdaxil olmasıdır. Bütün bunlar aradan qalxmasa təbii ki, Azərbaycan iqtisadiyyatında da ciddi problemlərin yaxın illərdə, ən azından yaxın bir ildə, 2 ildə bariz şəkildə önə çıxdığının şahidi olacaq. Yəni, hökumətin əsas atacağı addım səmimi olmaq, problemləri görmək, problemləri xalçanın altına süpürüb, problemləri görməzdən gələrək onların həll olunduğunu düşünməmək, bütün bunları etsə, mənə elə gəlir ki, Azərbaycan üçün bir fürsətlər də yaranır. Çünki böhran həmişə bir fürsət qapısı da açır. Məsələn, elə Amerikanın özünü götürsək, Amerikanın Azərbaycana tətbiq etdiyi tariflər ən aşağı tariflərdir, 10%dir. Deməli, biz istehsalı artırsaq, Amerika bazarına daha çox məhsul çıxarda bilsək, bir üstünlük qazanacağıq. Yəni, bax, bu üstünlüklərimiz var, amma hökumət bu üstünlüklərdən istifadə etmək üçün qəliz, mürəkkəb, ağıllı bir sistem qurmalıdır. Belə primitiv iqtisadi modellə Azərbaycanı inkişaf etdirmək, irəliyə aparmaq təəssüf ki, mümkün deyil.